Ay vallah deyirəm elə yayın bu 40 dərəcə istisində. Qapısı pəncərəsi olmayıb, Allahın bir ventilatorun işləmədiyi mətbəximdə hazırladığım pomidor kabablarından sonra gətirib başıma qoydular Hürrəm Sultanın tacını, qaldı bir sizinki. Neçə gündür ki, ay bacı pomidor kababının reseptini bizimlə də paylaş deyə başımın ətini yeyə patışqalarıma. Deyirəm, onsuz mənim kimi sizə heç nə dərs olan deyil, davay getdik hazırlamağa. Arada bunu da deyim ki, pomidorlar öz əkib becərdiyim bostandandır. İkinci tacı hazırlatdırırlar mənə, buna görə prosta başımda yer yoxdur qoymağa. Pomidorları gördüyünüz kimi özəklərinə çıxardıb yerlərinə duz tökürəm. Sonra göndərirəm sobaya bişməyə. Sobada qəşəng alt üst rejimdə bişir, suyunu buraxır. Sonra öncədən yuyub sterilizə etdiyim bankalara yığıram. Keçən ildə bu üsulla etmişdim. Nə qədər qızlar da mənim reseptimlə hazırlamışdılar, çox bəyənmişdilər. Olsunlar, heç çox sağ ol da deməmişdilər, amma bu üsul məncə ən asanı, ən gözəl, ən dadlısıdır. Sonunda pomidorların sokunu da əlavə edirik bankaların üzərinə, göndəririk sobaya 15-20 dəqiqəyə. Suyu bu gördüyünüz şəkildə qaynayana qədər bişməyə. Suyu bu şəkildə qaynadıqdan sonra bankaların qapağını qəşəng bərk bağlayırsınız. Sonra qapaqları üstünə çevirirsiniz. Bir dəsmalın ya da süfrənin arasına bükürsünüz. Bir gün saxlayıb sonra aparıb sərin yerə yığırsınız, qışda nuş eləyirsiniz. Axırda da mənim kimi qanın tərin içində qalırsınız. Hələlik.